Deməli, əziz izləyicilər, yanımıza BMW C30 yaxınlaşıb. Avtomobildə deməli Sveçan yerini dəyişiblər, alışma şamlarının. Bir neçə yerini dəyişiblər. Bir neçə yerini dəyişiblər, yenə xəta 1-də qalıb. Babinin də yerini dəyişiblər, yenə xəta 1-də qalıb. İlk öncə mühərrikin kompressiyasını ölçdük. Avtomobil bütün kompressiyası 12-dir. Bu isə o demək ki, mühərrik idealdır. Daha sonra isə endoskopik kameraya yaxınlaşmır. Deməli, bütün silindirlərə baxırıq. Gilizdə iz yoxdur. Amma bunun porşinləri o qədər də yaxşı vəziyyətdə deyil. Yəni, buranı göstərir. Görürsünüz porşinin vəziyyətini. Düzdür, avtomobil daimi olaraq 95 oktan istifadə olunur. Qardaş hər zaman 95-ni istifadə edir. Arada bir 98 də vururam. İndi biz əsas birinci silindirdə yoxladıq. Birinci silindirdə də nə gilizdə iz var, nə porşində. Sadəcə biraz porşinin kənarları yaxşı vəziyyətdə deyil. Görürsünüz. Bu isə yanacağın keyfiyyətsizliyindən irəli gəlir. İndi bu avtomobildə artıq %100 əmin olduq ki, əsas problem farsunqadır. Bağla.